Bugünkü dersimizin izahı futboldur. Futbol 1863-cü ildə İngiltərədə yaradılmış bir idman oyunudur. Futbol sözünün mənası fut, ayaq, bol isə top deməkdir. Beynəlxalq Futbol Federasiyaları 1904-cü ildə Fransada tətbiq edilmişdir. Beynəlxalq Futbol Federasiyalarının qısaldılmış adı FIFA oxunur. Avropa Futbol Federasiyaları 1954-cü ildə tətbiq edilmişdir. Avropa Futbol Federasiyalarının qısaldılmış adı UEFA oxunur. Futbol üzrə ilk dünya çempionatları 1930-cu ildə keçirilmişdir. İlk dünya çempionatlarının qalibi Uruguay milli yığma komandaları olmuşdur. 1960-cı ildə Avropa çempionatı kuboku keçirilmişdir. 1968-ci ildə Avropa kuboku adı dəyişilərək Avropa çempionatı adlandırılmışdır. İlk Avropa çempionatları SSR yığma komandaları olmuşdur. Azərbaycanda ilk futbol klublarının yaradılması 1911-ci ildir. Azərbaycanda yenidən futbolun təsis edilməsi, yenidən tətbiq edilməsi 1992-ci ildir. Azərbaycan Futbol Federasiyalarının prezidenti Rövşən Nəcəfovdur. Azərbaycan Futbol Federasiyalarının qısaldılmış adı AFFA oxunur. 1904-cü ildə Azərbaycan Futbol Federasiyaları Beynəlxalq Futbol Federasiyaları və Avropa Futbol Federasiyaları proqramlarına üzv olmuşdur. Futbolun yay olimpiya oyunlarının proqramlarına daxil olduğu il 1908-ci ildir. Qadınlardan ibarət futbol komandaları 1996-cı ildə yay olimpiya oyunlarının proqramlarına daxil edilmişdir. Baxaq meydanda digər olan qaydalara. Deməli, müəllimlər, biz bilirik ki, rəsmi yarışlar üçün meydançanın uzunluğu nə qədər olacaq? Rəsmi yarışlar üçün meydançanın uzunluğu 100-110 metrə qədər meydançanın uzunluğudur. Eni isə 64-75 metrə qədər təşkil edilir. Meydan mərkəzdən iki hissəyə ayrılır. Mərkəz dairənin diametri nə qədər olacaq? Mərkəz dairənin diametri gördüyümüz kimi olacaq 18 metrə 32 sm. Radiusu, yəni yarısı olacaq 9,15 sm. Meydançada tətbiq edilmiş qapının eninə və hündürlüyünə baxaq. Müəllimlər, qapının eni olacaq 7 metrə 32 sm. Qapının hündürlüyü olacaq 2 metrə 44 sm. Qapıçı meydançasında qısa xətlərin uzunluğu olacaq hər iki tərəfdən 5,5 metr. Qapıçı meydançasının eni olacaq 18 metrə 32 sm. Cərimə meydançasının eninə və uzunluğuna baxaq. Cərimə meydançasında qısa xətlərin uzunluğu hər iki tərəfdən olacaq 16 metrə 50 sm. Cərimə meydançasının eni nə qədərdir? Cərimə meydançasının eni olacaq 40 metrə 32 sm. Cərimə meydançasının içərisində gördüyümüz kimi ağ nişanla, xüsusi bir nişanla tətbiq edilmiş burada bir nişan var. Bu nə üçündür? Hər birimizə məlumdur ki, 11 metrlik penaltı zərbələrinin yerinə yetirilməsi üçün tətbiq edilmiş bir göstərici nişandır. Cərimə meydançasının qarşısında gördüyümüz bu dairə ki, tətbiq edilib. Bu dairənin məqsədi nədir? Deməli, müəllimlər, bu dairənin məqsədi 11 metrlik penaltı zərbələri zamanı hər iki komandanın oyunçuları 9,15 metr məsafəyə riayət etməlidir. Yəni, məsafəni gözləməlidirlər. Meydanda olan bütün xətlərin qalınlığı olacaq 12 sm-dir. 12 sm. Künc qövslərin radiusu 4 tərəfdən nə qədərdir? 1 metrdir. Künclərdən hər bir tərəfdən tətbiq edilmiş bayraqların hündürlüyü 1 metrə 50 sm-dir. Bu oyunda istifadə olunmuş topun ağırlığı olacaq. Bizə məlumdur ki, 410-450 qram. Topun çevrəsi olacaq 68-70 sm-dir. Sonra oyun 2 hissəli oyundur. Bəli, oyun 2 hissəli oyundur. Hər bir hissə 45 dəqiqə davam edir. Hissələrin arasında olan fasilənin də müddəti 15 dəqiqədir. 2 hissəli oyundur. Hər bir hissənin 45 dəqiqə, hissələr arası olan fasilə 15 dəqiqədir. Hər bir komandanın heyətinin cəmi müəllimlər 26 nəfərdən ibarətdir. Bunun 11 nəfəri əsas heyətdə, yəni oyun heyətində, meydançada oyun göstərir. Bu oyunçulardan 11 nəfəri, 15 nəfəri isə ehtiyatda oturur. Yəni bizə məlumdur ki, bir komandanın əsas heyətinin cəmi 26 nəfərdən ibarətdir. Əgər qarşımıza sual gələrsə, futbol idman oyununda bir komandanın əsas heyətinin cəmi nə qədərdir? Biz bu zaman 11 yox, 26 nəfər olaraq sualı doğru kimi cavablandırmalıyıq. Futbolda meydançada oyun göstərən oyunçuların sayı nə qədərdir? Əlbəttə ki, biz deməliyik ki, 11 nəfər. 11 oyunçulardan oyunu idarə edir, 15 nəfər isə ehtiyat, skamyalarda dəyişdirici qüvvədir.
Oyun ilk başlaması necə müəyyən olunur? Oyunun ilk başlanması püşk atma ilə müəyyən olunur. Püşkü qazanan komanda birinci hissədə hücum edəcəyi, baxaq bu qapını seçərsə, misal üçün püşkü qazandı, A komandasının oyunçuları topu oyuna mərkəzdən başlamır, amma hücum edəcəyi qapını seçir. Bəli, birinci hissədə püşkdən sonra püşkü qazanan komanda birinci hissədə mərkəzdən yox, topu oyuna mərkəzdən yox, qapı seçimini edirsə, ikinci hissədə mütləq topu oyuna mərkəzdən başlayacaq. Yəni hər komandanın oyunçuları mütləq şəkildə oyunun qaydalarına uyğun olaraq birinci hissədə bir komanda topu oyuna mərkəzdən başlamalıdır, ikinci hissədə topu oyuna mərkəzdən başlamayan komanda topu oyuna mərkəzdən başlamalıdır. Bu oyunun qaydalarına xas olan xüsusiyyətdir. Bir komandanın bilirik ki 11 nəfəri olmalıdır ki oyun başlansın. Hər hansı bir komandanın heyətində azlıq müşahidə olunursa, bu zaman 7 nəfər olarsa, 7 nəfərlə oyuna başlamaq olar. 7-dən hər hansı bir komandanın heyətində 7-dən az oyunçu varsa, yəni 6 nəfərlə oyuna gəliblərsə, həmin komandaya texniki məğlubiyyət veriləcək. Yəni 7-dən az oyunçu ilə oynamaq olmaz. Bu oyunda biz bilirik ki, müəllimlər 5 əvəz etmə qaydaları var. 5 əvəz etmə. 5 əvəz etməni hakim oyunu 5 əvəz etməni. Hakim oyunu 3 dəfə saxlamaqla 1, 2, yəni 3 dəfə oyunu saxlamaqla maksimum ən çox halda 3 dəfə hakim oyunu saxlamaqla 5 əvəz etməni etmək mümkündür. Deyək ki, birinci dəfə oyun saxlanıldı. 5-ini də birdən dəyişmək olar. Yəni ən çox halda 3 dəfə oyunu saxlamaqla oyunçuları dəyişmək olar. Əlavə hissələrdə də bir əlavə olaraq oyunçu dəyişikliyinə icazə verilir. Deyək ki, müəllimlər, biz baxaq, əsas hissədə, yəni birinci və ikinci hissənin sonuna qədər 3 əvəz etmədən istifadə etdik, 2 əvəz etmədən istifadə etmədik. Əgər oyun əlavə hissələrə gedərsə, əlavə hissələrdə mütləq dəyişilməyən oyunçular həmən əlavə hissədə dəyişilməsinə icazə var. Təbii ki, orada bir dənə də bizim oyunçu dəyişilməyimizə icazə varsa, yəni ki, əsasda dəyişilməyən oyunçular əlavə hissədə dəyişiləcək. Amma köhnə qaydalar var idi ki, bir neçə il bundan qabaq olan qaydalarda 3 əvəz etmədən istifadə olunurdu. Əsas hissədə 3 əvəz etmədən istifadə olunursa, oluna bilirdi. Yox, əgər olunmurdusa, köhnə qaydalarda oyun əlavələrə gedərdisə, əlavələrdə oyunçu dəyişiklinə icazə verilmirdi. Amma indiki yeni qaydalara görə əsasda dəyişilməyən oyunçu əlavələrdə dəyişiləcək. Deməli, müəllimlər, futbol idman oyununda biz bilirik ki, qüsurlu top olur. Qüsurlu top olarsa hakimin qərarı necə olacaq? Qüsurlu top hallarında hakim oyunu saxlayacaq, mübahisəli top atışı ilə oyunu davam etdirəcək. Deyək ki, ilk top oyuna başlayanda mərkəzdən, top oyuna mərkəzdən başlayanda və top qapıdan oyuna daxil ediləndə, yan xəttdən, küncdən, yan xəttdən, mərkəzdən, qapıdan zərbədən, cərmə zərbələrindən, sərbəst zərbələrdən adını çəkdiyimiz bu vəziyyətlərdə top oyuna daxil edilən zaman qüsurlu vəziyyətə düşərsə, bu zaman zərbə təkrar ediləcək. Deməli, bu zaman bəli, zərbə təkrar ediləcək. İstər qapıdan zərbədən, istər mərkəzdən, küncdən, sərbəst zərbədən, cərmə zərbədən, 11 metrlik penaltı zərbələrindən topa zərbə endirildikdə top heç kəsə toxunmamış qüsurlu hala düşürsə, zərbə təkrar ediləcək. Adını çəkdiyimiz bu vəziyyətlərdə top hər hansı bir oyunçuya dəysə və yaxud da ki, hakimə dəysə, qüsurlu vəziyyətə düşərsə, bu zaman top oyuna mübahisəli top atışı olaraq daxil ediləcək. Mübahisəli top da kimin üçün atılacaq? Əlbəttə ki, topa sonda hansı oyunçu zərbə vurmuşdursa, qüsurlu topun düşdüyü yerdən, qüsurlu top harda yaranmışdırsa, həmən yerdən hakim tərəfində həmən oyunçu üçün, sonda topa zərbə vuran oyunçu üçün mübahisəli top atışı olacaq. Mübahisəli topdan atışında da hər iki komandanın oyunçuları 4 metr məsafəni gözləməlidir. Deyək ki, oyunda standart vəziyyətlərin hər hansı birində, misal üçün, topa zərbə endirildikdə top qapı dirəyinə, qapı tirinə, qapıçıya dəyib cərimə meydançasının içərisindədir. Bəli, gördüyümüz kimi, yəni cərimə meydançasının içərisində qapı dirəyinə, qapı tirinə, qapıçıya dəyib top qüsurlu hala düşürsə, top qapıdan keçməyəcəksə, bu zaman mübahisəli top atışı olacaq. Mübahisəli top yalnız hakim üçün atılacaq. Üzr istəyirəm, hakim mübahisəli topu yalnız qapıçı üçün atılacaq. Qapıçı üçün atacaq.
Adını çəkdiyimiz bu vəziyyətlərdən top qapı dirəyinə, qapı tirindən, qapıçıya dəyib qüsurlu hala düşərsə, top qapıya daxil olacaqsa, artıq qol olaraq qeydə alınacaq. Sonda top oyuna mərkəzdən digər komanda tərəfindən top oyuna mərkəzdən başlayacaq. Deməli, əvəzetmə də biz bilirik ki, əvəzetmələr hardan olunacaq? Əvəzetmələr mütləq bilirik ki, mərkəzin mərkəzi hissədən olacaq. Hakimin icazəsi olmalıdır. Birinci növbədə oyunçu meydançanı tərk etməlidir ki, sonra digər bir oyunçu oyuna daxil olmalıdır. Oyuna daxil olan oyunçu mütləq mərkəzdən oyuna daxil olmalıdır ki, mütləq mərkəzdən oyuna daxil olmalıdır. Oyundan çıxan oyunçu bildiyimiz kimi meydançanın istənilən bir hissəsindən özünə yaxın olan hissədən meydançanı tərk edə bilər. Yalnız oyuna daxil olan oyunçu qaydalara uyğun olaraq mərkəzdən oyuna daxil olmalıdır. Deməli müəllimlər, biz ilk dərsimizin izahında dedik ki, püşkatmadan sonra top oyuna mərkəzdən başlayacaq. Bəli. Mərkəzdən oyuna başlayanda mərkəzdən topu oyuna başlayan oyunçuya, rəqib komandanın oyunçuları 9,15 metr məsafəni gözləməlidir. Bundan artıq yaxınlaşa bilməz. Mərkəzdən oyunu başlayan zaman birbaşa rəqib qapısına vurulan qollar qol olaraq qeydə alınacaq. Mərkəzdən topu oyuna başlayan zaman topu oyuna daxil edən oyuncu topu öz qapısına vurarsa, bu qol qeydə alınmayacaq. Top qapıdan keçsə qol qeydə alınmayacaq. Rəqib komandanın oyunçuları künc zərbəsi yerinə yetiriləcək. Mərkəzdən topu oyuna başlayan zaman topa heç kəs toxunmamış həmin oyunçu mərkəzdən topu oyuna başlayan zaman topa zərbə endirildikdə topa hər hansı bir komandanın oyunçuları toxunmamış, zərbəni yerinə yetirən oyunçu təkrar özü topa toxunarsa, artıq bu zaman sərbəst zərbə təyin ediləcək. Ayağı ilə toxunsa sərbəst zərbə, əli ilə toxunsa cərmə zərbəsi təyin ediləcək. İstər cərmə zərbələr zamanı, istər künc zərbəsi, istər qapıdan zərbədən, yan xəttdən top oyuna daxil edilən zaman topa təkrar həmin oyunçu özü toxunacaqsa ayağı ilə sərbəst zərbə olacaq. Əli ilə toxunarsa cərmə zərbəsi təyin ediləcək. Oyunda hakim briqadası bilirik ki, neçə nəfərdir? Bu oyunda hakim briqadası 4 nəfərdən ibarətdir. Bir baş hakim var, 2 yan xətt hakimi var, bir də 4-cü hakim köməkçi hakim olur. Oyunda bildiyimiz kimi baş hakim idarə edəcək. Yan xətt hakimləri müəllimlər. Biz bildiyimiz kimi yan xətt hakimləri meydan boyu qaçmır. Yan xətt hakimləri meydanın yarı hissəsinə qədər qaçmış hesab olunacaq. Yəni meydanın mərkəz hissəsinə qədər. Biri sağ tərəfdən nəzarət edən hakimdir, digəri də sol tərəfdən meydana nəzarət edən hakimdir. Yəni istənilən halda yan xətt dediyimiz kimi sağdan və soldan hakimlər, yan xətt hakimləri yarıya qədər qaçacaq, amma istənilən halda meydançanın hər hansı bir hissəsində oyunun qaydalarına ciddi nəzarət edirlər. Bu oyunda VAR sistemi də tətbiq edilmişdir. Bizə məlumdur ki, VAR sistemi nədir? VAR sistemi video köməkçi hakim deməkdir. VAR sistemi müəllimlər ilk dəfə 2018-ci ildə, səhv etmirəmsə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatlarında tətbiq edilmişdir artıq. Yəni burada baxılmışdır. VAR sistemi 4 halda hakimə köməklik göstərə bilər. Bunlar hansılardır? Birinci, qolun olub olmamasıdır. İkinci, rəqibin səhvən oyunçusuna sarı kartın verilməsidir. Üçüncü hal odur ki, birbaşa qırmızı kartın verilməsinə görə VAR-a müraciət edilir. Dördüncü vəziyyət odur ki, 11 metrlik penaltı zərbələrinin olub olmaması. Bəli, 11 metrli penaltı zərbələrinin olub olmaması. Misal üçün, oyun zamanı hakim mənə bir sarı kart verir. 2 sarı kartdan sonra bir qırmızı kart olarsa müəllimlər, bu VAR-a müraciət edilə bilməz. Misal üçün, oyun zamanı hakim mənə bir sarı kart verir, bir neçə dəqiqədən sonra mənə ikinci sarı kart göstərilirsə, bu zaman oyundan mən çıxmış olacağım, yəni qırmızı kartla. Artıq VAR-a müraciət oluna bilməz. Yalnız birbaşa verilmiş qırmızı karta görə oyunçu oyundan birbaşa verilmiş qırmızı karta görə VAR-a müraciət etmək olacaq. Bəli. Deyək ki, 11 metrli penaltı zərbəsində qayda pozuntusu oldu.
Qayda pozuntusu vara da müraciət necə olunur? Vara müraciətin olunması üçün hakim qərar qəbul etməmiş vara müraciət edə bilməz. Bəli, vara müraciət edə bilməz. Deyək ki, 11 metrli penalti zərbələrində qayda pozuntusu baş verdi. Hakim mütləq səhv də olsa qərar qəbul etməlidir ki, vara müraciət etsin. Yəni baş hakim qərar qəbul etməmiş vara müraciət edilə bilməz. VAR sistemində də olan qaydalar bu cürdür. Mübahisəli top hallarda bayaq dediyimiz kimi hansı qaydalardır? Mübahisəli toplar top hakimə dəyərsə, top qüsurlu vəziyyətə düşərsə, kənar hər hansı bir şəxs meydana daxil olarsa, burada mübahisəli top atışları olacaq. Oyunçu meydanda zədələnərsə, top meydanda qalarsa mübahisəli top atışı olacaq. Mübahisəli topda top sonda bayaq dediyimiz kimi top sonda hansı oyuncuda qalarsa, hakim tərəfindən həmin komandanın oyuncusu üçün hər hansı bir komandanın oyuncusu üçün mübahisəli top atışı atacaq. Həmən bilir ki, oyuncu hakimə yaxınlaşacaq mübahisəli top atışında. Deyək ki, mübahisəli top atışı baş verib, küncdən zərbə zamanı top hər hansı bir oyuncuya dəydi, burada qüsurlu vəziyyətə düşdüsə, hakim yeni bir, deyək ki, bir sağlam topla, əlində bir topla topun qüsurlu vəziyyətə düşdüyü yerdə həmən oyuncusunu, misal üçün, komanda hər hansı bir oyuncusunu yaxınına çağırılır. Topun qüsurlu vəziyyətə düşdüyü halda hakim həmən oyuncu üçün mübahisəli top atışı olaraq topu həmən oyuncunun qabağına atacaq. Digər komandanın oyuncuları 4 metr məsafəyə riayət etməli olacaqlar. Top yerə düşməmiş oyunda sayılmır mübahisəli topda. Mübahisəli top atışında top yerə düşməmiş, əgər oyuncu topa havada toxunarsa, mübahisəli top atışı qeydə alınmayacaq. Mübahisəli top atışında birbaşa rəqib qapısına vurulan qollar qeydə alınmayacaq. Əgər olarsa, bu zaman top oyuna qapıcı tərəfindən daxil ediləcək. Mütləq ikinci toxunuş olmalıdır. Top yerə dəyir, misal üçün, heç kəsə toxunmursa, meydanı tərk edəcəksə, deyək ki, meydançanı tərk etdi, bu zaman mübahisəli top atışı yenidən təkrar ediləcək. Mübahisəli top atışında dedik ki, birbaşa rəqib qapısına vurularsa qol qeydə alınmayacaq. Mübahisəli top atışında birbaşa qeydə alınmayacaq. Top oyuna qapıcı tərəfindən oyuna daxil ediləcək. Mübahisəli top atışında mübahisəli top vuruşunu yerinə yetirən oyuncu birbaşa öz qapısına salıb qol vuracaqsa, bu qol qeydə alınmayacaq. Bu zaman həmən oyuncunun, həmən komandanın əleyhinə rəqib komanda künc zərbəsi vuracaq. Küncdən zərbələr daha hansı hallarda olur? Küncdən zərbələr biz bilirik ki, küncdən zərbə zamanı top son olaraq müdafiə olunan komandanın oyuncularına dəyib qapının sağ və sol kənar xətlərindən və ya qapının üstündən tərk edərsə, çölə çıxacaqsa, qapıdan arxaya, bu zaman küncdən zərbələr təyin ediləcək. Küncdən zərbələrdən birbaşa qapıya daxil olan qollar qol olaraq qeydə alınacaq. Küncdən zərbə zamanı oyuncu topu birbaşa öz qapısına atıb qapıdan keçərsə, bu qol qeydə alınmayacaq. Rəqibin bu zaman yenidən rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək. Küncdən zərbələr zamanı 9,15 metr məsafəyə biz bilirik ki, gözlənilir, riayət olunur. Cərimə zərbələri hansı hallarda olur? Bu oyunlarda cərimə zərbələri o hallarda olar ki, cərimə zərbələri nə zaman təyin edilir? Oyuncu öz rəqibinə qarşı kobudluq, yəni kobud hücum göstərərsə, bu olacaq cərimə, kobud hücum cərimə zərbəsidir. Bəli, kobud hücum cərimə zərbəsidir. İkinci halda cərimə zərbələri necə təyin oluna bilər? Rəqibinin üzərinə hoppanmaq, yəni rəqibin üzərinə hoppanmaq olmaz. Hoppanmaq varsa, bu zaman cərimə zərbələri təyin ediləcək. Oyunda oyuncu rəqibinə qarşı kontakt varsa bu oyunda, artıq bu zaman cərimə zərbələri təyin ediləcək. Dördüncü hal, misal üçün, bir neçə hallar ki var, adlarını qısaca olaraq adlarını çəkəcəm. Rəqibə badalaq vurmaq olmaz. Badalaq atmaq olmaz. Və badalaq atmağa cəhd varsa, bu da cərimə zərbəsi ilə oyun təyin ediləcək. Rəqibi tutmaq olmaz. Rəqibi dişləmək olmaz. Tutmaq. Deməli, tutmaq varsa, cərimə zərbəsi təyin ediləcək. Rəqibini dişləmək varsa, cərimə zərbəsi. Rəqibin üzərinə tüpürmək varsa, bu da cərimə zərbəsi olacaq.
Sonra rəqibinə qarşı əlindəki olan hər hansı bir əşyanı rəqibinə qarşı tullayacaqsa, bu da cərimə zərbəsi olaraq təyin ediləcək. Sərbəst zərbələr hansı hallarda? Sərbəst zərbələr o hallarda təyin edilir ki, Sərbəst zərbələr, yəni ki, təhlükəli oyun varsa, müəllimlər, təhlükəli oyunu bəzən müəllimlər cərimə ilə eyniləşdirir. Cərimə zərbəsi deyil, təhlükəli oyun sərbəst zərbədir. Bəli, təhlükəli oyun sərbəst zərbədir. Kontaktsız əngəlləmə varsa, bu da sərbəst. Kontaktsız əngəlləmə varsa, sərbəst zərbə olacaq. Qapıçıya topu əlindən buraxmağa maneçilik törədirsə hər hansı bir oyunçu, rəqib komandanın oyunçusu qapısına topu əlindən buraxmağa maneçilik törədirsə, bu zaman biz bilirik ki, sərbəst zərbə təyin ediləcək. Sərbəst zərbələr bir neçə hallarda təyin edilir. Bir neçəsində biz adını çəkdik. Məsələn, bayaq adını çəkdiyimiz kimi mərkəzdən topu oyuna başlayan zaman qapıdan, yan xəttdən, cərmədən, küncdən adını çəkdim. Bu hallarda topu oyuna daxil edən oyunçu topa heç kəs toxunmamış, ikinci dəfə özü toxunarsa ayağı ilə, bu da sərbəst zərbə olacaq. Bu oyunda 8 saniyə qaydası var. Qapıcı topu 8 saniyədən gec özündə saxlayıb meydançaya daxil edmirsə, bu zaman hakim oyunu saxlayacaq. Digər komandanın oyuncuları künc zərbəsi yerinə yetiriləcək. Qapıçının topu əlində 8 saniyədən gec saxlamasına, 8 saniyəyə qədər saxlamasına icazə var. Yəni 8 saniyədən artıq saxlanılacaqsa, bu zaman küncdən zərbə, digər komandanın oyuncuları tərəfindən küncdən zərbə təyin ediləcək. Qapıdan zərbələr zamanı, qapıçı topu oyuna daxil edən zaman, topu heç kəs toxunmamış, ikinci dəfə özü ayağı ilə toxunarsa sərbəst zərbələr olunacaq. Qapıdan topu oyuna daxil edən oyunçu topa heç kəs toxunmamış, cərimə meydançasının çölündə, xaricdə. Topu əli ilə toxunarsa, qaçaraq gəldi, topu əli ilə toxundu, bu olacaq cərimə zərbəsi. Deyək ki, qapıçı topu oyuna qapıdan başlayan zaman topu əlindən buraxdı, top cərimə meydançasının içərisində ayağı ilə və yaxud da əli ilə topu oyuna daxil etdi. Top cərimə meydançasının içərisində yenidən topa əli ilə toxunacaqsa, qapıçının qapıdan atdığı top cərimə meydançasında dayandı. Qapıçı topa yenidən gəlib əli ilə toxunarsa, burada cərimə yox, sərbəst zərbə təyin ediləcək. Bəli, sərbəst zərbə təyin ediləcək. Cərimə meydançasının içərisində qapıçının atdığı topa deyək ki, qapıçının öz komanda yoldaşları əli ilə toxunacaqsa, artıq 11 metrlik penaltı zərbələri təyin ediləcək. Amma qapıçının özünün ikinci dəfə əli ilə cərimə meydançasının içərisində topa əli ilə toxunması artıq bu cərimə zərbəsi yox, sərbəst zərbə təyin ediləcək. Amma cərimə meydançasının xaricində topa qapıçı ikinci dəfə heç kəs toxunmamış əli ilə toxunarsa, bu zaman sərbəst cərimə zərbəsi təyin ediləcək. 11 metrlik penaltı zərbələrinə baxaq. 11 metrlik penaltı zərbələri zamanı zərbəni yerinə yetirən oyunçu biz bilirik ki, aşkar şəkildə oyunun qaydalarında belə bir vəziyyətlər var ki, 11 metrlik penaltı zərbələri zamanı zərbəni yerinə yetirən oyunçu aşkar şəkildə bilinməlidir. Yəni hakimə göstərilməlidir. Topu irəli ötürmə ilə də, deyək ki, 11 metrlik penaltı zərbəsini hər hansı bir oyunçu yerinə yetirir, topu irəli ötürməyə icazə var. 11 metrlik penaltı zərbələrində topu irəli ötürməyə icazə var. 11 metrlik penaltı zərbələri zamanı topu arxaya ötürmək olmaz. Bəli, yoldaşa ötürmək olmaz ki, yoldaş topa zərbə indirsin. 11 metrlik penaltı zərbələri zamanı belə olan halda top qapıdan keçsə, qol olsa, qol qeydə alınmayacaq. Bu zaman qol olsa da, olmasa da top arxaya ötürülmüşdürsə, sərbəst zərbə həmən oyunçunun komandanın əleyhinə sərbəst zərbə təyin ediləcək. 11 metrlik penaltı zərbələri zamanı yeni qaydalarda biz bilirik ki, köhnə qaydalarla yeni qaydaların arasında fərqlilik oldu. İndi hal-hazırda 11 metrlik penaltı zərbələri hansı qaydalara uyğun olaraq icra edilir? Yəni 11 metrlik penaltı bu hansı hallarda baş verir? Hücum və müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil olur. Bilir ki, qayda pozuntuları baş verirsə, yəni bu hallarda 11 metrlik penaltı zərbələri baş verəcək. Əgər hücum edən komandanın oyunçuları müəllimlər cərimə meydançasına daxil olursa, qapıçının oyunçusuna deyək ki, müdaxiləsi varsa, top uğrunda mübarizəni aparmağa davam etdirirsə, bu anda komandanın qol vurulmasına belə bir şərait yaradılırsa, bu halda hücum edən bu artıq bilirik ki,
e, cərimə zərbələri təyin ediləcək. Yəni qayda pozuntusudur da. Artıq biz bilirik ki, cərimə zərbələri təyin ediləcək. O cümlədən müdafiə olunan komandanın oyunçuları da bu hallara yol veriləcəksə, müdafiə olunan komandanın oyunçuları da qaydanı pozmuş hesab olunacaq. O yeni qaydalarda deyək ki, 11 metrlik cərimə zərbələrində belə bir indiki qaydalara görə nəzərdə tutulur ki, qoldur və yaxud da ki, qol deyil. Buna da aydınlıq, qısaca da olsa aydınlıq gətirək. Deməli müəllimlər, biz bilirik ki, əvvəl köhnə qaydalarda belə bir vəziyyət var idi ki, hücum edən komanda 11 metrlik penaltı zərbələri zamanı hücum edən komandanın oyunçuları cərimə meydançasına daxil olurdularsa, qol olursa qol sayılmırdı, zərbə təkrar edilirdi. Qol olmursa top alınıb verilirdi digər komandaya, rəqib komandaya. Yeni qaydalarda artıq başqa cürədir. Bura müdaxilə sözü əlavə edilir. Müdaxilə var. Burada qeyd edilir. Müdaxilə var və müdaxilə yoxdur. Bəli, müdaxilə var və müdaxilə yoxdur. Misal üçün, indiki yeni qaydalarda belədir. 11 metrlik penaltı zərbələr zamanı hücum edən komandanın oyunçuları, baxın, A komandasının oyunçusudur. 11 metrlik penaltı zərbələr zamanı hücum edən komandanın oyunçusu cərimə meydançasına daxil olur. Müdaxiləsi var. Top qapıdan keçirsə, qol deyil. Yəni müdaxilə var. Artıq müdaxilə var. Top qapıdan keçirsə, qol deyil. Burada da qeyd etmişik ki, qol deyil. Bir də təkrar edirəm. İndiki yeni qaydalara görə 11 metrlik penaltı zərbələri zamanı zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları cərimə meydançasına daxil olur. Top qapıdan keçirsə, müdaxilə varsa qol qeydə alınmayacaq. Zərbə təkrar ediləcək. Top qapıdan keçməsə, zərbəni yerinə yetirən oyunçunun əleyhinə sərbəst zərbə təyin ediləcək. 11 metrlik penaltı zərbələri zamanı hücum edən komandanın oyunçusu cərimə meydançasına. Baxın, bunun başqa formasını danışaq. 11 metrlik penaltı zərbələri zamanı zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları cərimə meydançasına daxil oldu. Müdaxilə yoxdur. Top qapıdan keçərsə qol sayılacaq. Bayaqki qaydada dedik ki, müdaxilə var. Top qapıdan keçdi, qol deyil, zərbə təkrar edilir. İndi isə deyirik, 11 metrlik penaltı zərbələri zamanı zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları cərimə meydançasına daxil oldu. Top qapıdan daxil oldu. Müdaxiləsi yoxdur. Top qapıdan keçdi, qol olaraq qol qeydə alınacaq. Top qapıdan keçməsə, oyun qaldığı yerdən davam edəcək. Yəni bu nə deməkdir? Oyun qaldığı yerdən davam edəcək. Deyək ki, mən zərbəni yerinə yetirən zaman topu düzgün vurmadım. Top qapının sağ və sol kənar xətlərindən çölə çıxdı. Daha doğru düzgün vurmadım və yaxud da ki, vurdum, qapıçı topu tutdu. Artıq top oyuna qapıçı tərəfindən oyuna daxil ediləcək. Bu hücumda olan komandanın oyunçularına aid olan qaydadır. İndi müdafiə olunan komandanın oyunçularına 11 metrlik müdafiə olunan komandanın oyunçularına aid olan qaydalardan danışaq. 11 metrlik penaltı zərbələri yerinə yetirilən zaman müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil oldu. Müdaxilə var. Top qapıdan keçdi. Müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil olub. Müdaxilə var. Top qapıdan keçdisə, qol olaraq qol qeydə alınacaq. Top qapıdan keçməsə, zərbə təkrar ediləcək. Çünki müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil oldular. 11 metrlik penaltı zərbələ vurulan zaman müdaxilə etdilər. Müdaxilələri var. Top qapıdan keçibsə, bu qol qeydə alınacaq. Top qapıdan keçməsə, zərbə təkrar ediləcək. 11 metrlik penaltı zərbələri yerinə yetirilən zaman müdafiə olunan komandanın oyunçuları cərimə meydançasına daxil oldu. Müdaxilə yoxdur. Müdaxilə yoxdur. Top qapıdan keçibsə, qol olaraq qol qeydə alınacaq. Top qapıdan keçməsə, oyun qaldığı yerdən davam edəcək. Bayaq dediyimiz qaydaya görə. Yəni daha doğru düzgün vurmamışam, topu qapıçı tutub və top qapıdan oyuna daxil ediləcək. Deməli, müəllimlər, bir dənə də qayda dəyişikliyi burada. Hücum və müdafiə olunan 11 metrlik penaltı zərbələri yerinə yetirilən zaman hücum edən və müdafiə olunan komandanın oyunçuları eyni anda qaydanı pozarsa, yəni 11 metrlik, bəli, eyni anda qaydanı pozursa,
Hər iki komandanın oyunçuları cərimə meydançasına daxil olur. Qol olsa da, olmasa da zərbə təkrar ediləcək. Zərbə təkrar ediləcək. Hər iki komandanın oyunçuları eyni anda cərimə 11 metrlik penaltı zərbələri zamanı, yenə təkrar edirəm, 11 metrlik penaltı zərbələri zamanı hər iki komandanın oyunçuları, yəni hücum və müdafiə olunan komandanın oyunçuları eyni anda cərimə meydançasına daxil oldular. Müdaxilə var. Top qapıdan keçsə də, yəni keçməsə də zərbə təkrar ediləcək. 11 metrlik penaltı zərbələri zamanı hər iki komandanın oyunçuları eyni anda cərimə meydançasına daxil oldu. Müdaxilə yoxdur. Top qapıdan keçərsə qol olaraq təsiri yoxdursa, müdaxilə yoxdursa, təsiri yoxdursa, qol olaraq qol qeydə alınacaq. Yox, əgər top qapıdan keçməyəcəksə, bu zaman oyun qaldığı yerdən davam olunacaq. Digər qaydalar, yəni bilirik ki, digər qaydalar yerində olduğu kimi var. Artıq digər qaydalar hansılardır? Adını çəkək ki, yəni ki, olduğu kimi qalır. Misal üçün hansılar? 11 metrlik penaltı zərbələri zamanı topu arxaya vurmaq olmaz. 11 metrlik penaltı zərbələri zamanı top arxaya vurularsa, qol olsa da, olmasa da biz bayaq dediyimiz kimi sərbəst zərbə təyin ediləcək. Əgər 11 metrlik penaltı zərbələri zamanı əgər qapıçı qaydanı pozarsa, qol olarsa qol sayılacaq. Qol olmasa zərbə təkrar ediləcək. Qapıçıya da şifahi xəbərdarlıq ediləcək. 11 metrlik penaltı zərbələri zamanı qapıçı təkrar yenidən bu hərəkətə yol verirsə, qaydanı pozursa, bu zaman qapıçıya rəsmi xəbərdarlıq ediləcək və yəni ki, sarı kart veriləcək. 11 metrlik penaltı zərbələri zamanı yanlış oyunçu topu vura bilməz. Təyin olunmuşdur, bildirilmişdirsə, Əhməd vuracaq. Bu zaman Məmməd 11 metrlik penaltı zərbələri yerinə yetirirsə, bu zaman zərbəni yerinə yetirən komandanın əleyhinə sərbəst zərbə vurulacaq. Deməli, biz dedik ki, müəllimlər, yeni qaydada 11 metrlik penaltı zərbələrində 3 dənə qayda dəyişikliyi var. Hücum edən komandanın oyunçuları cərimə meydançasına daxil olanda nə olur? Müdafiə olunan komandanın oyunçuları və hər iki komandanın oyunçuları eyni anda cərimə meydançasına daxil olursa, nə baş verirsə bunların haqqında danışdıq. Yan xəttdən topun oyuna daxil edilməsini baxaq. Yan xəttində topun oyuna daxil edilməsinə qədər saxlanılan məsafə 2 metrdir. Rəqib komandanın oyunçuları yan xəttdən top oyuna daxil edilənə qədər 2 metr məsafəni gözləməlidir. Yan xəttdən birbaşa rəqib qapısına vurulan qollar qeydə alınmayacaq. Top oyuna qapıdan daxil ediləcək. Yan xəttdən atılan top zərbəni vuran oyunçu öz qapısına birbaşa daxil edərsə, bu bilirik ki, artıq zərbəni vuran oyunçunun komandanın əleyhinə digər komandanın oyunçuları künc zərbəsi vuracaq. Futbolda bilirik ki, bir neçə gözlənilən məsafə var. 1 metrdir, 4, 9,15 metr və bir də 2 metr. 9,15 metr gözlənilən məsafələr bizə məlumdur ki, hansı hallardadır? Top oyuna mərkəzdən başlayan zaman, sərbəst zərbələrdə, mərkəzdən, cərimə zərbələrindən, künc zərbələrindən top oyuna daxil edilən zaman 9,15 metr məsafə gözlənilməlidir. 1 metrdə məsafə biz bilirik ki, hansıdır? 1 metr məsafə canlı cərimə zərbəsi yerinə yetirilən zaman rəqib komandanın oyunçularına 1 metrdən artıq yaxınlaşmaq olmaz. Yəni 1 metrə qədər zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşları yaxınlaşa bilər. Canlı hissədə 1 metrdən artıq yaxınlaşma baş verirsə, həmən zərbəni vuran oyunçunun artıq əleyhinə sərbəst zərbə vurulacaq. Yəni 1 metrdən artıq yaxınlaşmaq olmaz. 2 metrdə məsafə biz bildik ki, hansılardır? Yan xəttdən top oyuna daxil edən zaman 2 metr məsafədir. 4 metrlik də məsafə mübahisəli top atışında baş tutur. Oyundan kənar vəziyyətlərdə hansı hallarda olur? Bunlara da aydınlıq gətirək müəllimlər. Oyun zamanı oyunçunun başının, bədənin, ayaqlarının hər hansı bir hissəsi rəqibə aid yarı hissədə dirsə, rəqibə aid yarım sahədədirsə, bu zaman biz bilirik ki, oyundan kənar vəziyyət olacaq. Yəni bu o deməkdir ki, oyunçuya top ona çatmamış, rəqibin qapısına yaxın bir xəttə dayana bilməz. Bax, bu belə deyək ki, rəqib komandanın oyunçularıdır. Rəqib komandanın oyunçularından bizim başımızın, bədənimizin hər hansı bir hissəsi rəqib qapısına yaxın olan bir hissədə görünürsə, bu zaman oyundan kənar vəziyyət qeydə
alınacaq. Oyundan kənar vəziyyət alınmayan hallar hansılardır? Bizə məlumdur ki, müəllimlər, qapıdan zərbə zamanı hər hansı bir oyunçu rəqib komandanın qapısına yaxın olan bir xəttə dayanıbsa, hər kəsdən qabaq, bu zaman oyundan kənar vəziyyət qeydə alınmayacaq. Künc zərbəsi yerinə yetirilən zaman bütün oyunçulardan yaxın, rəqib qapısına yaxın bir hissədə dayanılıbsa, burada da oyundan kənar vəziyyət qeydə alınmayacaq. Yan xəttdən atış zamanı oyundan kənar vəziyyət qeydə alınmayacaq. Mərkəzdən top oyuna daxil edilən zaman oyundan kənar vəziyyət qeydə alınmayacaq. Baxın, adını çəkdiyimiz bu 4 qaydada oyundan kənar vəziyyətlər qeydə alınmır. Yan xəttdən, küncdən, mərkəzdən və qapıdan zərbədən oyundan kənar vəziyyət qeydə alınmır. Oyundan kənar vəziyyətlər yaranan vəziyyət yalnız və yalnız sərbəst atışlarla davam etdiriləcək. Oyundan kənar vəziyyətə düşən hər hansı bir oyunçuya rəsmi bir xəbərdarlıq yoxdur. Yalnız oyundan kənar vəziyyətdən sonra top oyuna sərbəst atışla yerinə yetiriləcək. Deməli, müəllimlər, dərsimizin sonuna çatdıq, dərsimizi yekunlaşdırdıq. Bizə lazım olan qaydalar haqqında qısaca da olsa məlumat verdik. Futbol idman oyununda daha bir çox dərin qaydalar var. Mən hesab edirəm ki, o qaydaların izahına heç bir də ehtiyac görülmür. Çünki bizim bildiyimiz qədər öz lazım olan qaydalar haqqında bizi məlumat verdik. Bunları bilməmiz bizim üçün qənaət bəxş hesab olunacaq. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.